xeyir. Bir çox insanlar bizə suallar verir bu günəş panellərinə bağlı. Biz hal-hazırda Ağdamın Kəngərli kəndində quraşdırılmış günəş panellərinə bağlı sizə məlumat vermək istəyirəm. Bu on-grid sistemidir. Ümumiyyətlə günəş panelləri sistemləri 3 növə ayrılır. On-grid, off-grid və hibrid sistemi. Hal-hazırda burada istifadə olunan sistem on-grid sistemidir. On-grid sistemi yəni nədir? Yəni gün olan vaxtında enerjini günəşdən alıb, invertora ötürmək, invertora gələn voltaj 300 voltaj olur, sabit cəryan olur. Bu invertor vasitəsilə bu dəyişən cəryana çevrilir və 220 olaraq evi ötürülür. Hal-hazırda burada quraşdırılmış 3 kilovatlıq bir sistemdir. Belə deyək, bu günəş olduğu vaxtında invertor 3 kilovat enerji istehsal edir. Və əgər o ev 3 kilovatlıq enerjini istifadə edirsə, yəni sırf invertordan istifadə olunur. Əgər söhbət günəş vaxtı gedir. Əgər 3 kilovatdan artıq olarsa, başlayır şəbəkədən istifadə etməyə. Həm günəş panelinin, həm şəbəkədən istifadə etməyə. Və əgər həmin ev bu 3 kilovatlıq enerjini istifadə eləməzsə, bunun üçün xüsusi yəni sayğaclar var, belə deyək. Həmin o sayğaclar vasitəsilə istehsal olunmuş enerji geri şəbəkəyə satılır. Yəni satır deyəndə bu elə başa düşülməsin ki, yəni vətəndaş bunu satıb pul alır. Yox, əslində burada durum necədir? Vətəndaş gecə vaxtı şəbəkədən enerji işlədirsə əgər və gündüz vaxtı istifadə eləmədiyi enerjini şəbəkə satırsa, orada minus plus yaranır. Gündüz vətəndaş şəbəkəyə tok satır, enerji satır. Gecə isə şəbəkədən alır. Gün ərzində günəş olan vaxtında istifadə eləmədiyi enerjini nə qədər şəbəkəyə satırsa, tutaq ki, bir gündə 5 kilovat və gecə məsələn 10 kilovat işlənirsə, o 10 kilovatdan 5 kilovat çıxılır və vətəndaş onun 5 kilovatının yəni pulunu ödəyir hökumətə. Burada indi hal-hazırda 3 kilovatlıq nəzərdə tutulub. Məsələn, hər hansı bir vətəndaş öz evinə 10 kilovatda, 15 kilovatlıqda yəni bu sistemi qura bilər. Orada heç bir sorun yoxdur. Sadəcə olaraq qurmamışdan qabaq siz Azərenerji ilə danışmalısınız ki, sizin mövcud sayğacınız ikili sayğacla əvəz olunsun ki, həm də şəbəkəyə sata biləsiniz və ondan belə deyək də gəlir əldə edə bilərsiniz. Yəni gəlir əldə etmək yenə izah edirəm sizə, yəni pul şəklində yox. Sadəcə olaraq günəş olmayanda ya gecə vaxtı istifadə etdiyiniz enerjinin müəyyən hissəsini dövlətə qaytarırsınız və yalanmış balansda sonda yəni o şoslu göstərilen totalı ödəyirsiniz. Diqqətiniz üçün minnətdaram. Çox sağ olun. Başqa nəsə bir sualınız olsa verə bilərsiniz.